Salam, hər vaxtınız xeyirli olsun. Uşaqlar, bizim bugünkü mövzumuz həyat bilgisi 3-cü sinifdən dərs 2 canlıların qidalanması mövzusu olacaq. Sizcə həm bitki, həm də ət yeyən canlıları necə adlandırmaq olar? Uşaqlar, buna hər tərəfli qidalanan canlılar deyirlər və yaxud latınca adı omnivor gedir uşaqlar. Həm ət yeyirlər, həm də bitki. Məsələn, insanlar həm ət yeyir, həm bitki yeyirlər. Donuz məsələn, həm ət, həm bitki yeyir. Ayı onun kimi, qarğa da həm ət yeyir, bildiyiniz kimi, məsələn, müəyyən, məsələn, qoz yeyir qarğa, bildiyiniz kimi. Eyni zamanda, məsələn, cücəni, yəni cücə falan da aparır uşaqlar, həyatda falan olur deyə. Qarğalar da, məsələn, cücə də falan da yeyir. Yəni belə, təbiətdə canlıların necə qidalandığını bilmək üçün aparılan təcrübələrdən biri də solucanla bağlıdır. Bəli, uşaqlar, bunu ətraflı olaraq mən də müşahidə etmişəm balaca vaxtda, amma sizin də müşahidə etməyinizi istəyirəm elə birbaşa. Bunu evdə təcrübə olaraq eləyərsiniz və şərhlərdə bildirərsiniz ki, bu təcrübə necə keçdi, yaxşı? Aha, necə düşünürsünüz? Solucanlar hansı canlılar üçün qida ola bilər? Ördək, toyuq, quşlar sinifinin nümayəndələri və sair uşaqlar. Göyərçin, bunun üçün məsələn qida mənbəyi ola bilər. Sizcə bu canlılardan hansı bitki ilə qidalanır? Fil bitki ilə qidalanır. Ağac kötükləri, ağaclar, yarpaqlar bunlarla qidalanır daha çox. Ördək bitki ilə qidalana bilir, bəli, otlayır. Canavar vəhşi heyvanı da ətlə qidalanır, xeyir. Qoyun buğda, arpa və s. yeyir, ot da yeyir, yarpaq da yeyir. Deməli, bu da ona aiddir. Zürafə də bitki ilə qidalanan heyvanlara daxildir. Deməli, 1-ci, 2-ci, 4-cü və 5-ci, yəni canavardan başqa hamısı bitki ilə qidalanır. Aşağıdakı canlılardan hansılar heyvan mənşəli qida ilə qidalanır? Aslan həmişə heyvan mənşəli qida ilə qidalanır. Sonra şir heyvan mənşəli qida ilə qidalanır. Aslan, şir, pələng, yəni bunları nəzərdə tuturam. Qurbağaya gəldikdə uşaqlar, qurbağalar yırtıcı heyvandırlar. Yəni daha çox ətlə qidalanırlar. Söhbət təbii ki, daha çox böyük qurbağalardan, yaşlı qurbağalardan gedir, amma balaca qurbağalar bəzən yosunlarla qidalana bilərlər. Yəni əsasən bəli, ətlə qidalanırlar. Deməli, aslan, qurbağa və pələng daha çox nə ilə qidalanır? Ətlə qidalanır. Heyvan mənşəli qida ilə qidalanır. Məsələn, qurbağa bildiyimiz kimi milçək, arı və s. bunun kimi şeylərlə, həşəratlarla qidalanır. Sizcə şəkillərdəki heyvanlar nə üçün bu cür qruplaşdırılıb? Yem söhbətidir deyəsən uşaqlar, bu böyük ehtimal belə olacaq. Gəlin bunlara izah eləyək uşaqlar. Bayquş və siçan. Siçan bayquşun ovudur. Yəni bunu nəzərdə tutub böyük ehtimal. Bunu nəzərə çatdırmaq lazımdır uşaqlar. Sonra burada var maral, ceyran, maraldır deyəsən, bəli. Aha, maral və deməli nə? Dovşan. Bunlar hər ikisi ot yeyən heyvanlardır uşaqlar. Buna görə bir qruplaşdırılıb. Kirpi və donuza gəlincə isə onlar omnivordurlar. Yəni kirpi və donuz hər ikisi həm ət yeyən, həm də bitki yeyən heyvandırlar. Belə. Deməli, sadəcə ət yeyənlərə deyirlər karnivor. Deməli, həm bitki, həm ətlə, heyvanla qidalananlara deyirlər omnivor. Sadəcə bitki ilə qidalananlara isə deyirlər herbivor. Yəni belə qidalanma. Belə. Bunları da bildik. Ovunu tutmaq və qidanı parçalamaq üçün yırtıcılarda hansı xüsusiyyətlər var? Birincisi yüksək sürət, sonra möhkəm çənə və möhkəm dişlər mövcuddur. Həm də ki, ovunu parçalamaq üçün onlar müəyyən hissələrdən başlayırlar. Öncə ovunu boğurlar əksəriyyəti. Boğaz damarlarından tutaraq nəfəsini kəsir, sonradan qidalanmağa başlayırlar. Belə. Verilmiş canlılar arasında əlaqə sxemini tülkü,
Quş. Aha. Hə, məsələ budur uşaqlar. Baxın. Deməli, sümbüldən qidalanan daha çox nədir? Həşəratdır. Həşəratdan qidalanan quşdur. Quşu da yeyən tülkü olur. Başa düşdünüz? Belə. Eyni zamanda kökü yeyən dovşandır. Dovşanı da yenə tülkü yeyə bilər. Deməli, burada nədir? Tülkü ən güclü hal-hazırda, yəni qida zəncirində olan şəkildə ən güclü heyvandır. Belə. Baytarlar heyvanları müalicə edən həkimlərdir. Bəli, maraqlı. Böyük yaşıl dəniz tısbağaları ot yeyən olsa da balaları mollyusk və meduzalarla qidalanır. Bəli. Uşaqlar, çünki balaca vaxtdan etibarən onların güclü bir bədən quruluşu və immunitetə sahib olmaları lazımdır. Meduza ilə də qidalanırlar. Bəli. Verilmiş canlılar arasında qida əlaqəsi qurun. Kirpi, çərdək, çərkə, qurbağa, ilan, sümbül. Sümbüldən qidalanan nədir? Çərkədir. Çərkəni yeyən nədir? Qurbağadır. Qurbağanı yeyən nədir? İlandır. İlanı yeyən nədir? Kirpi. Belə. Sonuncu olaraq deməli, verilmiş heyvanların qidalanması haqqında araşdırma aparın. Həm bitki, həm də heyvan mənşəli qidalarla qidalanan canlıları seçin. Donuz həm bitki, həm heyvan mənşəli qidalarla qidalanır. Meymun həm bitki, həm heyvan mənşəli qidadır. Kirpi də onun kimi. Amma ayıdır. Ayı da elədir uşaqlar. Ayı da həm bitki, həm də heyvan mənşəli qidalarla qidalanır. Deməli 1, 2, 3, 5-dir. Dovşan ancaq bitki mənşəli qida yeyir. Tülkü isə ancaq ət yeyən heyvandır. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik uşaqlar. Hələlik.